Fəxri maraqlı oyun keçdi, 5-4 hesablı, qol-qollu. Onunla bağlı, həm də tədbirlə bağlı fikirlərim maraqlı idi. Əslində yəni tədbirlə bağlı birinci başlayayım. Yəni bu ən bəlkə də möhtəşəm tədbirlərdən biridir. Çünki həm media insanların sağlam həyatın idman propagandası gedir və çox gözəl bir şeydir. Hər kəsin birləşdiyi və həm şou göstərdik, həm oyunumuzu göstərdik, həm göstərdik ki, yəni öz əsas fəaliyyətimizdən savayı, yəni idmanla bizim həyatımızın yəni ayrılmaz hissəsidir və oyun haqqında deyə bilərəm ki, yəni oyun əslində çox möhtəşəm keçdi. Keçən oyun da gözəl idi. Ondan qabaqki də oyunlar, yəni həqiqətən görsənir ki, professional şəkildə hamı can atırdı, yəni hazırlanmağa, oyuna çıxmağa, hətta oyundan da görə bilərdiniz ki, yəni həqiqətən hər kəs əməlli hazırlıqlı çıxmışdı. Yəni tək elə belə şou amatör kimi yox. Sırf qanqə professional şəkildə hər kəs öz bacarığını göstərmək istəyirdi və yəni çox da maraqlı bir oyun oldu.